Salam əziz izləyicilər, Şakirdə xoş gördük sizləri. Bugün sizinlə 2025-ci il test toplusundan həqiqətlər mövzusundan deməli 14-cü sualın izahına baxacağıq. Məsələdə bizə deyir ki, bu ifadənin deməli ən kiçik qiymətində, ən kiçik qiymət sözünə görə modulda n-3, n-3-in bərabərdə 0, deməli n bərabərdə 3-in şəklində qəbul eləməliyik. Sonra bizə deyir ki, burada A və B ədədlərin hasili. Fikir verin, deməli biz AB hasilinin yazmalıyıq bura. N vur n, deməli 13-ü n plus n olur. Tamam, bu bərabərlikdə m-in yerinə 3n yazsaq, onda olacaq burada 3n kvadratı vurulsun 13-ü 4n şəklində olur ümumi. Tamam, indi burada bir şeydə fikir verəyin, diqqət yetirəyin ki, biz burada n-ə ancaq və ancaq nədir? 1, 2 və 3 qiymətlərini verərik. Ona görə ki, mn ədədləri verilən məsələdə tərtibdir. Tərtibin də biz bilirik ki, tam ədəd olduğunu bildiyimizdən 1, 2, 3 verə bilər. Yaxşı, bəs niyə 3-ə qədər? Ona görə ki, qiymətli hissə nədir? Ondan böyük olmamalıdır. Yəni, ondan kiçik olmalıdır. 3 verəndə də bu da olur. Yəni, ən çox halda nədir? 9 ola bilər. Tamam, bu dediklərimizi nəzərə alsaq, yəni n bərabərdə 1 qəbul eləsək, onda AB hasili bərabərdə 3 vuraq 1-in kvadratı vurulsun 10 üstü 4, yəni 3 vuraq 10 üstü 4, yəni bu halda qiymətli hissə 3 olur. N bərabərdə 2 olsa, onda AB hasili bərabərdə 3 vuraq 2-nin kvadratı vurulsun 10 üstü 8 bərabərdə olur 12 vurulsun 10 üstü 8, bunu da 1,2 vurulsun 10 üstü 9 kimi yaza bilərik. Bu halda da qiymət nə qədər olur? 1,2. N bərabərdə 3 olarsa, onda AB hasili 3 vurulsun 3-ün kvadratı vurulsun 10 üstü 12. O da bərabərdə olur 27 vurulsun 10 üstü 12. Bu da bərabər olacağına qədər 2,7 vurulsun 10 üstü 13. Bu halda da qiymət nə qədər olur? 2,7. Bu isə bizdən nəyi soruşurdu? Qiymətli hissələrin cəmini. Deməli, birinci halda qiymətli hissə 3, ikinci halda qiymətli hissə 1,2 və üçüncü halda qiymətli hissə isə nə qədər oldu? 2,7 olur. Və bu da bərabərdə toplayanda olur 6,9. Üzr istəyirəm, 6,9. Videonu diqqətlə izlədiyiniz üçün təşəkkür edirəm.